Yaxşı Rəşid. Mən sənə adam satmağı göstərərəm. Buyurun gəlin. Olar rəis. Buyurun Süleyman müəllim. Xoş gəldiniz. Buyurun əyləşin. Rəis, bizi çağırmaqda xeyir olar. Formal bir şeydir Süleyman müəllim. Oğlunuzdan yüzüçü xidmətinə şikayət daxil olmuşdu. Onunla əlaqədar çağırmışıq. Oğlunuzdur da. Hə, oğlumdur. Deməli, avtomaşından alışqan silah tapıldığına görə Nazirliyin yüzüçü xidmətindən bizdən arayış istəyirlər. Ona görə çağırmışdı. Alın, oxuyun, imzalayın. Rəis, bilmək olar o məlumatı 102-yə kim verir? Onu digər əməkdaşlar araşdırırlar. Gedə bilərsiniz. Yaxşı, sağ olun. Sağ olun Süleyman müəllim. Əziyyət verdik sizə. Çoxdan da görsənmirsiniz ha. Bir bizim məkanlara da gəlin. İnşallah, qismət olsun. Sağ olun. Sağ olun. Sənin gözlərindən keçən ömrümün gümanı da sənsən, gərəkdəsən. Mənim məhəbbətlə dolu qəlbimi istəyi də sənsən, diləyi də sən. Günəşi olmusan, al səhərimin, qəlbi olmusan, hər kədərimin. Səndən ilham alan sensen, ürəyi də sən. Yolumda ışıqdır, nurlu gözlərin, səfirə üstümə ağ nərgizlərin, bu əlvan bağların, yaşıl düzlərin, qönçəsi də sənsən, çiçəyi də sən. Güneşi olmusan, al səhərimiz, qəlbi olmusan, hər kədərimiz, səndən ilham alan nəğmələrimin, həyatı da sənsən, ürəyi də sən. Qafura zəng eləmişəm. İndi hər ikisi gələcək sənin yanına. Nənə, sən əminsən ki, buranı olar, etibar eləmək olar? Neynim ay bala, istəyirəm əmin olum da. Balamdır da. Qoy bitki çörəklərini qazansınlar. Sən yaxşılığı elə bala. Qalanı Allah kərimdir. Yaxşı nənə, buradadırlar, gəlirlər. Yaxşı, sağ ol. Salam. Salam. Necəsən? Bizi niyə çağırmırsan? Xeyirdir. Xeyirdir inşallah. Əmi, bu təndirxananı işlətmək lazımdır. Rızanı tanıyırsan da dostunu. Tanıyıram. Hə, o buranı işlətməyi mənə tapşırdı. Mən də dedim, sən zərnişan dostuna əllə verib işlədərsən. Düzü, buranı işlətməyi nənə məsləhət gördü. Mən də kömək eləyəcəm, nənə də gəlib gedəcək. Yaxşı yerdə, öz müştəriləri var. Hə, əmi, nə deyirsən? Yaxşı. 2-3 gündən sonra gəlib deməyəcəklər ki, çıx buradan. Yox, narahat olma. Sən nə deyirsən? Mən? Sən nə desən, mən razı. Bərəkallah, düzəlirsən. Düzəlirsən inşallah. Razıyam. Day sənsən də. Atalarda bir məsəl var. Deyərlər ki, şərti şumda kəsək ki, sonradan dalaşmayaq. Onsuz da adım Vayqanlı deyə mənim.
Yaxşı əmi. Necə istəyirsən elə olsun. İndi buranı biz işlədəcəyik də, əziyyətini biz çəkəcəyik. Hə. Deyirəm, yarbayarı gedək səndən. Necədir? Razısan ya yox? Narahat olma əmi. Sən necə desən elə də olacaq. Allah xeyir versin. Razı ol ay Qafur, razı ol. Ay şükür. Mübarəkdir. Al. Hələlik bunları al gətir. Birinci gün biraz az bişirək. Çünki bir müddət bura işləməyib. Sonra ziyana düşərik. Sonra yavaş-yavaş qaldırarıq da. Yaxşı. Mən gedim bu yazdıqları alım gətirim. Fərhad, dostu sənə heyrəm. Əntini bir dənə xalat alarsan, bir dənə də papa. Çörək pişirəndə geyinərəm. Bildin? Yaxşı dost, narahat olma. Ay səni. Yaxşı Rəşid. İt oğlu. Sən belə qudurmuşsan ki, mənim ayağımın altına qazıyırsan. Özün qudurtdun da papa. Hər gün cibinə pul salırsan, nə bilim restoranda kabab yedizdirirsən, toyuq yedizdirirsən. Axırı da elə olacaq da. Yaxşı az danış. Məşğul sür. Qanımın qarı vaxtı başımı xarab eləmə. Yaxşı Rəşid. Görünür, sən hələ də məni tanımamışsın. Mən özümü sənə tanıttıraram. İt oğlu it. Nənə qurban. Sən Qafura, Zərnişana fikir vermə. Evləri yanıb, qalbılar avara sərgərdən. Bir yandan da... Bala, Rüstəm yadıma gəlir, Qafurun böyük oğlu. Hə, yadıma gəlir. Bayaq Zərnişan xala da onun adını çəkəndə həyətdə pis oldu. Hə, yazıq uşağı bir zülmlə öldürdülər. Özü də Fərhadın bağında. Hə, yadıma gəlir. Ata bu barədə mənə danışmışdı. O vaxt o qədər də əhəmiyyət verməmişdim. Deyəsən Fərhadı da tutmuşdular. Hə, uşağı o şərdən Səlim qurtardı. Allah rəhmət eləsin. Yeri cənnət olsun. Ay bala, hansın qoyum, hansın danışım. Başımıza o qədər müsibətlər gəlib ki. Bala, qurban olun, sən biraz səbirli ol. Qafur pis adam deyir. Bu yandan zəhərin tökür, bir yandan da gəlir yapışır adamdan. Elə Zərnişan da elə. Səbirli ol bala.
Bu təndir lap göydən düşmə oldu ya. Eşitmişdim buranı satırlar. Yəqin Fərhad alıb. Fərhad? Fərhad bura niyə alsın ki? Ay başıboş. Obyektdir də. Pul gəlsin də. Sən Fərhadın sakitliyinə baxma. Saman altdan su yeridir. Fərhad qoy saman altdan su yeritsin. Nə dedin ay Qafur? Eşitmədim. Dedim bir stəkan su olsaydı içərdim. Hə, Qafur, deyirəm, Rəşidin əlinə qəşəng yüngül deyə. Səhər sən 50 manat verdi. Dağlıca ruzi bərəkət gəldi. Oy Arvad, burada kalam pul qazanacaq, kalam. Görək də. Deməli buna görə vağzala gəlməyimi istəmirdin. Yox. Buna görə deyildi. Amma mən sənə hesabat verməyə də məcburiyyətində deyiləm. Nə fikirləşirsənsə fikirləş. Başa düşmədim, nəsə problem var. Mən elə bilet almağa gəlmişdim, gəldim gördüm yoxdur. Çıxanda Nərgiz müəllim məni gördüm, dedim kömək eləsəm pis olmaz. Yəni ki, biz Gülçinlə rahat Bakıya getmək istəyirik. Ona görə də zəhmət olmasa bizi rahat buraxın. Yaxşı? Yaxşı. Nənə qurban, bax bunu parça-parça doğradım. Biraz pörtdüm. Suyunu süzmüşəm bura. İndi sən duzun, istiotun, ləvəngisin vur. Yağ da vur ona. Qapağını qoy, qoy qazda vamda bişsin. Yaxşı nənə. Hə. Bir çay qaşığı götür vur, istiot vur. Çox da dolu olmasın. Bu qədər bəsdir? Yox, çoxdur, biraz al. Hə, bəsdir. Tök elə, belə tök. Hə, su tökəcəksən, hamısı qarışacaq. Yaxşıdır. Hə. Böyük qaşığı götür, indi turşusunu vur. Yaxşı. Bu qədər? Hə, bəsdir. Ləvəngin elə hamını tök bura. Hələ o turşulu qaşığına ləvəngin vur. Yaxşı nənə. Hə, tök bura. Qaşıq qalsın. Bunun suyunu tökək bura. İndi o qaşıqla bu yağı da tök onun içine. Deyirsən alınar. Alınar. Niyə alınmasın ay bala? Görmürsən, hər şey öz qaydasındadır. Bu qədər yağ bəsdir, nə qədər? Vur, elə hamı vur. Qapağını da kip qoy. Qazın xoduna, vam xoduna qoy qaza. Yaxşı. Mən də əlimi yuyum. Düyünün də suyunu qoymuşam. Qoy özü üçün qaynasın. Su qaynayandan sonra iri qaşıqla duz tökərsən, düyünü yuvarsan, tökərsən qaynar suyun içinə. Onu qarışdırarsan ki, bir-birinə yapışmasın bala. Nənə, birdən bəyənməzlər. Niyə bəyənməsinlər? Sənin süzdüyün düyü, mənim süzdüyüm düyüdən də yaxşı olacaq. Narahat olma bala, lap yaxşı olar. Çox sağ olun.
Mən burada özümü öz evimizdəki kimi hiss elədim. Elə bil öz evindir də. O qədər mehribansız ki. Hə, gəldi. Hə, Fərhad da Gəldi, hə. Dostum Maya. sağ ol bala, sağ ol. Həmi. Nə yazmışdınsa hamısı alıb gətirdim. İnşallah səhər tezdən işə başlayarsın. Sonra yenə nəsə lazım olsa alıb gətirərəm. Sən narahat olma. Bundan sonra mən özüm düzüm qoşaram hər şeyi. Mənim burada dost tanışım çoxdur. Sən ancaq gəlib hərdən burada təndir çörəyi yeyərsən. Sağ ol əmi. Necə deyərlər, Allah xeyir versin. Bərəkətli olsun. Sağ ol. Sağ ol. Yaxşı, mən gedim bağa. Axşam evdə görüşərik. Nə baxırsan, hə? Nə baxırsan? Sən dedin də, gedək limon oğruyar. İndi gedib görəcək limonlar yoxdur. Yabır oldu. Kəs səsini, işivə başla, tez elə. Bunlar təzə dərilib. Kimsə oğurluq eləyib. Daha bu qədər də yox. Düdük. Belə qudurmusan? İndi də bizə ilişirsən? Ay alçaq, mənim sənə pisliyim keçir. Atığın cibinə pul qoyan mən. Sənin cibinə pul qoyan mən. Sənin anavı biabırçılıqdan qutaran mən. Budur yaxşılıqlarımın əvəzi. Alçaq, mənə torba tikirsən? Rəşid,
Səni torpağa diri-diri bastıraram. İzin tozun da tapılmaz. İş verən alçaq. Restoranda hörmətli qonaqlar var. Üstübaşımı değişim, gedim onları yola verim, qayıdıram. Gözünüz bu işverənin üstündə olsun. Oldu. Hələ bu işverənlə mənim söhbətim qurtarmıyor. Natiq gəl. Qafırın payını saxlamısan? Qazanda saxlamışam. Rəşidin payını da saxlamışam. Ay Fərhad, gəl də bala. Yeməyin soyudu ki. Gəldim. Nuş olsun. Sağ ol. Gözümə fikri dəyirsən. Nə olub? Neyse. Parniklərə baxdım. Oğru girib. Oğru? Dəqiq bilirsən oğrudur. Bəlkə heyvanzad girib. Yox, yox. Parniklərin ağzını açıblar. Limonları dərib sonra da səliqə ilə bağlayıblar. Bunu heyvan eləyə bilməz axı. Eləyər bala, eləyər. İki ayaqlı heyvan eləyər. Nuş olsun. Halal xoşun. Hə qızım, evimizə xoş gəldin. Çox sağ olun. Nənəm, Aycan. əllərimə sağlıq, çox dadlı bişirmisən. Sevinç bişirib. Doğrudan. Hə. Yox, Gülsüm nənə bişirib. Sadəcə mən ona kömək eləmişəm. Çox sağ ol. Nuş olsun. Birazdan indi qafır gəlib çıxacaq bura. Boynum büküb iş istəyəcək. Deyəcəksən qafıra. Deyəcəm, əlbəttə deyəcəm. Qoy gəlsin. Onu da aparıb oğlunun yanında bağlayacaq. Buna bax, it uşağı. Polisə xəbər verməyinə bax. Amma mənə ləzzət elədi sənin ayıq olmağın. Elə birdən bir ağlıma gəldi ki, Rəşidi dolayasan. Yoxsa doğrudan da. Ay yox, papa, nə doğrudan? Bilirsən necə oldu? Buradan telefonla danışa-danışa gedirdin. Bir də görürəm ki, Rəşid mənə gülür. Mən də neynəsəm yaxşıdır. O saat söhbəti dəyişdim. Yenə dərman atmışdın. Ay pa, mən nə danışıram, sən nə danışırsan? Yaxşısı budur, mən çıxım gedim. Hara gedə bilər bu? Dedim axı heç yerə getmə. Salam Süleyman müəllim. Hə, salam. Restorandayam. Mən gəlmişəm, buradayım. Lap yaxşı. Gəl. Gəl, gözləyirəm. Gəl. Bu da 15 ədəd. Bir günsün pis deyil. 200 manat. Demək,
günə 100 manat qəttələsəm, bəsimdir. Fərhaddan da xeyir gələrmiş. Üstə gəl mənim limon biznesim. Əla, super. Başınla cavab deyirsən. Yenə bir şey olsa məndən incimə. Ona ancaq su verirsən. Özdə gündə 3 dəfə. Suyun vermişik. Yaxşıdır. Qoy ağlı başına gəlsin. Onda bilər ki, adam çatmaq necə olur. Yaxşı bir şey olsa zəng elə. Çox vurma, birdən ölər. A Kənan, sənin bu sənədlərin neymiş? Aslan az qalmışdı burada əlimdə keçinə. Açığı əvvəl yazığım gəldi ona. Amma sonra məsəl oldu ki, hər şey düzəldi, kəfəni yırtdı. Biz də oyuna başladıq. İndi məsələ nə yerdədir? Bəzi avadanlıqlar götürüb, hərəsi 1 milyon, 1 milyon yarım qiymətində. Hamısı da kreditdir. Deyəsən ki, məsələ danışıb tender ona verəcək. Evini, bağını, hamısını girov qoyub. Hələ başqa nə qədər də borcu var, onu bir Allah verir. Nə danışırsın? Daha deyənə Aslanın dədəsinə ad qoymuşuq da. Elə görünür. Deyirəm, illər nə tez gəlib keçir. Elə bil dünən idi. Uşaqlar dəstə-dəstə o yana bu yana qaçırdılar. Qafur da hisslənən kimi hamısını qovurdu. Sən də ipə sapa yatmırdın ha. Işığı ilə də heç düz gəlmirdi. Yadıma gəlir, hə? Zərnişan, uşaqlıqda çox şey olur. Bircə nuşu tez gəlib çıxsaydı, burnumun ucu göynəyir onun üçün. Salam Nərgiz. Hə, zəng eləmişəm. Sağ ol, o da salam deyir. Soruş Gülçin necədir? Özlərindən müğayət olsunlar. Zərnişan xala, onlar kimdir ki? Əşə Gülçin heç kimdir. O Nərgiz var ha. Qızım, Nərgiz müəllimədir. Burada qalır. Müəllimə deyil, başa bəladır, bəla. Cigəri yansın onun. Zərnişan. Şagilə çox sağ olun. Dəyməz. Yaxşı, mən gedim işləri həll edeyim. Kənan, amma bax, bir addım da geri çəkildi yoxdur. Yoxsa ikisimiz də yanarıq. Ondan arxayın olun. Nati, qardaşa, gəl uşaqlara yemək yapar. Qafur, Məni çağırmaqda xeyirdirmi? otur. Deyirəm, gedim bir bağa dəyim. Nəsə bu limon məsələsindən gözüm heç su içmədi. Bilmək olar nə iş tapmısan özü? İş deyəndə ki, işdir də. Bundan sonra işimiz var da. Bu yiyəcək, mən yuyacam. Sağ ol, sənə də əziyyət verdim. Yox eşi, nə əziyyəti? Dost deyilik. Hə, elədir. Ölmə. Hələ ölmə.
sən Kənan, neynədin? Kimlə bəzini kimdən çıxdın? Belə fikirləri başından at getsin. Öldü, qurtardı.